Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir. Mən bu gün sizə izah edəcəm kompetensiyalar mövzusunu. Gəlin əvvəlcə görək, kompetensiya nədir, nə vaxt yaranmışdır. Əvvəlcə deyim ki, Avropa Şurası 2006-cı ildə müəyyən etdiyi kompetensiyalar var ki, hansı ki 8 kompetensiyamız var. Bu da hazırki dövrümüzün, yəni 21-ci əsrin tələb etdiyi bir kompetensiyalardır. Bu təkcə təhsildə deyil, həm də real həyatda öz əksini tapmış və əsas kompetensiyalardır. Avropa Şurası insan hüquqlarını müdafiə edən aparıcı beynəlxalq bir təşkilatdır ki, bu da 1949-cu ildə yaranmışdır və Avropa İttifaqının 27 üzv dövlətləri daxil olmaqla 46 üzv dövlətdən ibarət bir ittifaqdır. Azərbaycanda isə artıq 2001-ci ildən etibarən Avropa Şurasının üzvü olmuşdur və Avropa Şurasının 2006-cı ildə müəyyən etdiyi bir kompetensiyalar vardı ki, hansı ki, indi biz o kompetensiyalarla tanış olacağıq. Dedik ki, əsasən 8 kompetensiyamız var. Ana dilində ünsiyyət və savadlılıq kompetensiyası, xarici dildə ünsiyyət və çox dil bilmə kompetensiyası, riyazi savadlılıq, mühəndislik, elm, texnologiyada olan əsas kompetensiyalar. Dördüncü kompetensiyamız kompüterdən istifadə və rəqəmsal savadlılıq kompetensiyası. Beşinci kompetensiyamız şəxsi sosial öyrənmək kompetensiyası. 6-cı vətəndaşlıq kompetensiyası və fəal vətəndaş mövqeyi kompetensiyası. 7-ci kompetensiyamız təşəbbüskarlıq və sahibkarlıq kompetensiyası və sonda mədəni məlumatlılıq, özünü ifadə etmək kompetensiyası aiddir. Demək, gəlin indi baxaq görək bu 8 kompetensiyamızın ilki olan savadlılıq kompetensiyası nədir? Savadlılıq kompetensiyası həm də ana dili kimi, açar söz kimi yadda saxlaya bilərsiniz. Gəlin də bunun açıqlamasını verim nəyə görə? Çünki savadlılıq kompetensiyasında öz dili var. Öz dilində ünsiyyət, daha sonra yazılı şəkildə izah var. Məsələn, ünsiyyət, öz dilində ünsiyyət qurmaq, öz dilində danışmaq, öz dilində informasiya toplamaq, daha sonra yazılı formada təqdim etmək düşüncələrini, daha sonra və yaxud da ünsiyyət zamanı düşüncələrdir və yaxud da çıxış etməkdir, öz ana dilində deməli dialoqa girməkdir, ünsiyyətə girməkdir. Bunlar hamısı aiddir savadlılıq kompetensiyasına. Yəni, başa düşülən şəkildə. Məsələn, mən indi hazırda danışıram. Siz məni başa düşürsünüzsə, mən artıq nə edirəm? Öz düşündüklərimi mən sizə audial şəkildə ötürürəm və siz bunu başa düşürsünüzsə, deməli, savadlılıq kompetensiyası mövcuddur sizdə. Mən sizə yazıram. Yazdığım deməli, hər hansı bir məqaləni oxuyursunuz və əgər mən düzgün yazmışamsa, siz əgər onu başa düşmürsünüzsə, deməli, sizdə savadlılıq kompetensiyası inkişaf etməmişdir. Və yaxud da mən onu yazmışam, mən onu düzgün yazmamışamsa, deməli, məndə savadlılıq kompetensiyası inkişaf etməmişdir. Ünsiyyət quran zaman çətinlik çəkirəmsə, öz düşündüklərimi ifadə edə bilmirəmsə, deməli, məndə savadlılıq kompetensiyası inkişaf etməmişdir. Və bir də ana dili var. Ana dili varsa cümlədə, ana dilində ünsiyyət, ana dilində öz dilində strategiyalar tətbiq etmək, lüğət tərtib etmək, öz dilimin qrammatikası, öz dilimin leksikologiyası və s. bunları bilmək. Hamısı öz dili varsa, ana dili varsa, ana dilində ünsiyyət, bunlar varsa, yəni Azərbaycan dili varsa, bu savadlılıq kompetensiyasına aiddir. İndi isə keçək xarici dildə ünsiyyət və çox dil bilmək kompetensiyasına. Baxın, xarici dildə olan kompetensiya ilə savadlılıq kompetensiyası demək olar ki, eynidir. Sadəcə bir fərq var. Fərq nədədir? Xarici dil sözü var. Məsələn, öz fikirlərini yazılı formada başqa dillərdə təqdim etmək və yaxud da xarici dildə yazılı, vizual, rəqəmsal şəkildə olunmuş informasiya haqqında dinləyib, məsələn, onu anlayıb mətn tərtib etmək və yaxud da ünsiyyət zamanı deməli, başqa dillərdə öz fikirlərini
başqa dildə qarşı tərəfə ötürmək və yaxud da öz fikirlərini başqa dildə deməli yazılı şəkildə ötürmək, daha sonra başqa nə var burada? Hə, dilləri müqayisə etmək var, fərqlər haqqında məlumatlı olmaq var. Məsələn, deyir ki, Məzər xarici dildə deməli öz fikirlərini xarici dildə izah etdi. Burada nədir? Xarici dil olduğuna görə çox dil bilmə kompetensiyasına aiddir. Yox, əgər deyirsə Məzər ana dilində və yaxud da öz dilində fikirlərini izah etdiyi olacaq. Nə? Savadlılıq kompetensiyası. Biri var deyəm ki, fikirlərini yazılı formada başqa dillərdə təqdim etmək. Deməli, başqa dillərdə fikirlərini yazılı şəkildə başqa formada, başqa dillərdə təqdim etmək. Bir də var fikirlərini ana dilində təqdim etmək aiddir. Ana dilində deyirsə savadlılıq kompetensiyası, başqa dillərdə deyirsə xarici dildə ünsiyyət və çox dil bilmə kompetensiyasına aid olacaq. Keçirik üçüncü kompetensiyamıza, savadlılıq kompetensiyası. Riyazi savadlılıq nədir? Riyazi savadlılıq məsələn bizə gündəlik həyatımızda yəni bir sıra problemləri həll etməkdir, məntiqi düşünməkdir, daha sonra maliyyə savadlılığının olmasıdır, daha sonra hesablama bacarığıdır, model, diaqram, qrafik, bunların hamısı aiddir riyazi savadlılığa. Məsələn, bu təkcə riyazi savadlılıq deyil, riyazi savadlılığa həm də texnoloji və mühəndislik kompetensiyası aiddir, elmi kompetensiyalar aiddir. Bu üç kompetensiya birləşir, bir kompetensiyada, üçü bir kompetensiyada. Əvvəlcə riyazi savadlılığı haqqında məlumat verim sizə. Daha sonra keçək digərlərinə. Məsələn, bir marketə giririk və bir marketə girən zaman əlimizdə 20 manat məsələn məbləğimiz var. 20 azı ilə fikirləşirik ki, hesablayırıq. Məsələn, 1 kiloqram bir şey, məsələn, deyim belə 1 kiloqram qənd alsam, 1 kiloqram şəkər tozu alsam və yaxud da 1 litr bitki yağı alsam, bunu alsam, məsələn 20 manatlıq 20 manat məbləğində mən bazarlıq etmiş ola bilərəm. Bu özdə riyazi savadlığa aiddir. Məsələn, hər hansı bir riyazi bacarıqları varsa, terminlər anlaya bilirsə və yaxud da hər hansı bir hesablama bacarığı varsa, diaqram qura bilirsə, qrafikdən istifadə edə bilirsə, bunlar nəyə aiddir? Riyazi savadlığa aiddir. Daha sonra keçək texnoloji və mühəndislik kompetensiyasına. Bu da nədir? Məsələn, hər hansı bir yeniliklərin, dəyişikliklərin yaradılması üçün bilik bacarıqlardan istifadə. Nədir bu? Bax, texnoloji mühəndislik kompetensiyası nədir? Mühəndis və yaxud da texnoloji bunlar. Məsələn, mən fikirləşirəm ki, binaları kimlər tərtib edir, kimlər çizir, eskizini və yaxud da texniki təsvirini çəkir, mühəndislər, bunların çertyojunu qururlar, bunların məsələn hər hansı bir maketini hazırlayırlar. Bunlar kimdir? Texnoloqlar, mühəndislər. Bunlar aiddir deməli texnoloji və mühəndislik kompetensiyasına. Hər hansı bir texnikanın insan fəaliyyətinə təsirini anlaya bilirsə, məsələn mən fikirləşirəm ki, alınan kombaynlar, mətbəx kombaynları var ki, bu bizim işimizi neynir? Asanlaşdırır. Bu aiddir texnoloji və mühəndislik kompetensiyasına. Texnologiyalar da hamısı. Məsələn, alırsan şirə çəkən, mən fikirləşirəm ki, mən özüm də bir texnoloq olaraq fikirləşirəm ki, bu necə ərsəyə gəlir və bizim işimizi necə asanlaşdırır. Məsələn, paltar yuyan maşındır. Paltarı atırsan, yuyur, çıxarır və çıxarıb biz yuyur, çıxarıb səririk. İşimizi neynədir? Asanlaşdırdı. Məsələn, hər hansı bir işimizi asanlaşdıran bir texnologiyadan istifadə edirik və biz bunun mahiyyətini başa düşürük. Bu da aiddir bu kompetensiyaya. Keçirik elmi kompetensiyaya. Nədir bəs? Elmi kompetensiya STEAM
layihəsi var ki, bu da mühəndislikdir, elm və texnologiya üzrə kompetensiyalar formalaşmasına xidmət edir. Hansı ki, hazırki deməli məktəblərdə tətbiq olunan STEM layihəsi bu neyinir? Çekiyor çəkilir. Nəyin vasitəsilə? Hər hansı bir monitor vasitəsilə. Deməli, mühəndislər neyinir? Texnoloqlar neyinir? Riyazi savadı olanlar neyinir? Burada öz savadlarını ortaya qoyurlar. Hər hansı bir eskizi çəkirlər. Hər hansı bir texnologiyanı planlaşdırırlar. Ki hansı ki bizim gələcək həyatımızda bizə deməli daha doğrusu bütün insanlara xeyri dəyəcək bir texnologiya üzərində işləyirlər. Məsələn, hər hansı bir nəysə elmi kompetensiya izah edirsən, nəticə çıxarırsan, əsaslandırırsan, bunlar hamısı aiddir elmi kompetensiyaya. Keçirik rəqəmsal savadlılığa. Görək rəqəmsal savadlılığa nələr daxildir. Baxın, çox vaxt bir də nələr qarışdırırlar. Riyazi ilə rəqəmsalı. Rəqəmsal deyəndə İKT-dir. Yəni İKT nədir? İnformasiya, kommunikasiya texnologiyalarıdır. Əgər sən İKT bir dəqiqə. İnformasiya, kommunikasiya texnologiyaları. İKT-nin cəmiyyətdəki rolunu bilməkdir. Rəqəmsal savadlılıq. Onlardan düzgün istifadə etməkdir. Məsələn, hər hansı bir proqram vasitəsilə mən neyləmişəm? Mən hazırda Word vasitəsilə PDF hazırlamışam ki, izah hazırlayım və izah çəkim, sizin üçün paylaşım. Mən neylədim? Deməli, məndə rəqəmsal savadlılıq inkişaf etmişdir. Deməli, informasiya savadlılığı nədir? Rəqəmsal texnologiyalardan istifadə edən zaman daha faydalı, ortaya daha faydalı hər hansı bir işin çıxarılmasıdır. Məsələn, mən bütün günü telefonda otursam, bütün günü TikToka boş-boş videolara baxsam, YouTube-da boş-boş videolara baxsam və yaxud da vaxt itkisi olan şörtlərə baxsam, nə olar? Mən düzgün deməli, kommunikasiya texnologiyalarından düzgün istifadə etməmiş oluram və bunun heç kimə bir faydası yoxdur. Mən əgər nəsə bir faydalı bir şey hazırlayıramsa, deməli mən rəqəmsal texnologiyalardan düzgün istifadə etməyi bacarıram. Deməli məndə rəqəmsal texnologiya yaxşı inkişaf edib. Yəni rəqəmsal savadlılıq bacarığı mövcuddur. Daha sonra keçirik 5-ci kompetensiyamıza, şəxsi sosial öyrənməyi öyrənmək kompetensiyası. Gəlin görək bunlara nələr daxildir. Şəxsi sosial öyrənməyi öyrənmək kompetensiyası bir növ metakognitiv bacarığa bənzəyir ki, hansı ki özü haqqındadır. Öz karyerasını düşünmək, özü haqqında, deməli, öz karyerası haqqında düşünmək, öz öyrənməsini təşkil etmək, öz işini planlaşdırmaq, özü üçün səmərəli strategiya müəyyənləşdirmək. Bunlar hamısı yəni özü haqqında, gələcəyi ilə bağlı planlar qurmaq, daha sonra stressə dözümlü olmaq, hansı ki biz psixoloji, emosional durumunu sağlam saxlamaq ki biz yəni özümüzü düşünməliyik, sağlamlığımızı düşünməliyik, olmayan bir şey. Sağlamlığımızı etmədiyimiz yəni bir şeydir. Sağlamlığımızı düşünməkdir. Psixologiyamızı pozmamaq üçün düzgün iş qura bilmək, düzgün plan tərtib edirik. Öz fiziki, psixoloji, emosional durumumuzu sağlam saxlamaqdır. Daha sonra gələcəyimizlə bağlı planlar qurmaqdır. Vaxtı, informasiyanı səmərəli bölməkdir. Səmərəli istifadə etməkdir vaxtdan. Daha sonra qarşı tərəfə inam, güvən hissi verməkdir. Başqalarına qarşı empatiya nümayiş etdirməkdir. Dürüst olmaqdır. Qarşı tərəfə neynirik? Müsbət emosiyalar ötürməliyik. Bu öz şəxsi sosial öyrənmək kompetensiyasıdır. Necə? Baxın, şəxsi yəni özdür. Sosial öyrənmək desəz ki, nədir müəllimə? Öyrənməyi öyrənmək, yəni biz qarşımıza, məsələn, deyirəm mən kompetensiyaları öyrənəcəm, vaxtımı düzgün bölürəm,
öyrənməyin yolunu öyrənirəm ki, mən bunu necə oxusam mənim daha yaxşı yadımda qalar. Yəni özümə müsbət, ancaq müsbət deməli müsbətləri cəmləyirəm. Hər hansı bir pozitiv, insanlarla pozitiv, uğurlu ünsiyyət qurmaqdır, səbirli, təmkinli olmaqdır, məsuliyyətli davranmaqdır. Bunlar hamısı aiddir şəxsi sosial öyrənmək kompetensiyasına. Daha sonra keçirik 6-cı kompetensiyamıza. 6-cı kompetensiyamız fəal vətəndaş mövqeyi kompetensiyasına. Gəlin görək nələr daxildir. Fəal vətəndaş, baxın, fəal vətəndaş kompetensiyası, fəal vətəndaş mövqeyi kompetensiyası hər hansı bir məsuliyyətli fəal vətəndaş kimi davranırsan da. Necə? Hər hansı bir tədbirlərdə fəal iştirak edirsən, məsələn, seçkilərdə iştirak edirsən, bu özü də fəal vətəndaş mövqeyidir. Maraqlanırsan, gedən söhbətlər haqqında, məsələn, prezidentimiz digər prezidentlərlə görüş haqqında maraqlanırsan, fəal vətəndaş mövqeyidir. Ağac əkilmə, deməli, bir tədbirdə falan iştirak edirsənsə, sən də qoşulursansa, tədbirlərə gedirsənsə, bunların hamısı aiddir fəal vətəndaş mövqeyinə. Hansısa siyasi, sosial-iqtisadi konsepsiya və ya strukturlarını bilməkdir dövlət haqqında. Sonra kütləvi informasiyalar əldə etməkdir. Sonra xəbərlərə tənqidi yanaşmaqdır. Tolerantlıq nümayiş etdirməkdir. Bunlar hamısı aiddir nəyə? Gender bərabərliyi, daha sonra sosial və mədəni fərqliyə hörmət, sosial ədalətlilik. Bunlar aiddir nəyə? Fəal vətəndaş mövqeyinə aiddir. Elə bunu siz bu cürdə yadda saxlaya bilərsiniz ki, deməli, hansı bir digər sosial və mədəni fərqliliklərə hörmət etməkdir, sosial ədalətlilikdir, nəyəsə hansısa bir tədbirdir, fikir səsləndirirsən, tənqidi düşüncən var, sonra qruplardır və yaxud da cəmiyyətin digər iqtisadiyyatın, mədəniyyətin əsas anlayışları haqqında məlumatlı olmaqdır. Bunlar hamısı aiddir fəal vətəndaş mövqeyinə. Hər hansı bir hadisə haqqında maraqlanırsan, can atırsan, seçkilərdə iştirak etsən, aiddir deməli fəal vətəndaş mövqeyinə. Keçirik sahibkarlıq və təşəbbüskarlıq 7-ci kompetensiyamıza. Sahibkarlıq, təşəbbüskarlıq nədir? Deməli, buna aiddir hansı ki ideyaların reallaşması üçün müxtəlif imkanların olduğunu bilməkdir. İdeyaların deməli yarama yolları haqqında məlumat almaqdır. Deməli liderliyə can atmaqdır. Məsələn, burada şəkildə görünür. Baxın, strateji düşünməkdir, problemi həll etməkdir, yenilikçi olmalıdır. Yəni ruhdan düşmək, əgər ruhdan düşürsənsə, sən irəli gedə bilməyəcəksən. Deməli, səndə sahibkarlıq kompetensiyası inkişaf etməmişdir. Yox, əgər ruhdan düşməyib bir addım daha sonra irəli gedib bir addım daha, irəli sən qarşına çıxan maneələrə baxmayaraq irəli addımlamağa çalışırsansa, deməli səndə deməli sahibkarlıq kompetensiyası neyləmişdi? İnkişaf etdirmişdi. Başqalarına qarşı empatiya nümayiş etdirmək, insanlara qayğı ilə nümayiş etdirmək, məsuliyyətli olmaq, öz işində maliyyə savadlılığını nümayiş etdirmək, başqaları ilə müzakirə aparmaq və yaxud da məqsədə çatmaq üçün israrlı olmaq, daha sonra münasibət qurmaq, etik çərçivədən kənara çıxmamaq şərti ilə. Məsələn, bir kiçik bir biznesin var, orada işçilərin var, işçilərlə elə bir empatiya qurmaq lazımdır ki, yəni onlarla daim ünsiyyətdə olmalısan, etikadan, yəni çərçivədən kənara çıxmamaq şərti ilə. Daha sonra məsələn bir şey məsələ çəkim sizə. Məsələn, mən müəlliməm, hamı yəni müəllim olmur. Bəzən olur ki, müəllim olan ziyalı şəxslər belə başqa bir bizneslə də deməli öz fəaliyyətlərini davam etdirirlər. Bildiyimiz kimi müəllimlərin maaşı o qədər çox böyük məbləğdədir ki, yəni ikinci biznesə ehtiyac olmur. Deməli
Məsələn, müəllim deyil, hansısa bir təsərrüfatla məşğuldur. Məsələn, hansısa bir şirkəti var və yaxud da kiçik bir biznesi var, kiçik bir mağazası var, marketi var və yaxud da hansısa bir başqa bir satışla məşğuldur və bu nədir? Sahibkarlıqdır. Bu belə sahibkarlıq adlanır. Daha sonra keçirik sonuncu deməli, sonuncu 8-ci kompetensiyamıza. Bu da mədəni məlumat deməli və özünü ifadə etmə, üzr istəyirəm, kompetensiyasıdır. Gəlin görək bunlara nələr daxildir. Yəni onu qısaca biz tolerantlıq kimi yadda saxlaya bilərik. Tolerantlıq nədir? Tolerantlıq dini dözümlülük deməkdir. Yəni başqa ölkələrin dilinə, dininə, irqinə, etnik mənsubiyyətinə hörmətlə yanaşmaqdır. Yəni onları olduğu kimi qəbul etməkdir. Məsələn, biz qaradərili görürük, biz ona məsələn gülürüksə, məsxərəyə qoyuruqsa, bu o deməkdir ki, bizdə bu kompetensiya, mədəni məlumatlıq kompetensiya, özünü ifadə etmə kompetensiyası deməli və yaxud da inkişaf etməyib və yaxud da bayramlarına hörmətlə yanaşırıqsa, öz mədəniyyətinə və yaxud da fərqli dövlətlərin mədəniyyətinə anlayışla qarşılayırıqsa, olduğu kimi qəbul ediriksə, neynirik deməli bizdə mədəni məlumatlıq, özünü ifadə etmə kompetensiyası inkişaf etmişdir. Deməli, burada başqa deməli nə qaldı? Bir şey qalmadı. Deməli, gəlin indi başdan ümumiləşdirək. Savadlılıq kompetensiyası nə oldu? Öz ana dilində izah edir. Düşündüklərini yazılı formada, vizual şəkildə və yaxud da şifahi şəkildə qarşı tərəfə ötə bilir informasiyanı. Bu savadlılıq kompetensiyasına aiddir. Və yaxud da xarici dildə qarşı tərəfə xarici dildə düşündüklərini qarşı tərəfə xarici dildə ötürür. Xarici dildə ünsiyyət qurur. Başqa dillərdə yazılı şəkildə və yaxud da rəqəmsal şəkildə təqdim olunmuş informasiyanı başa düşür. Mətn və yaxud da başqa dillərdə, xarici dillərdə mətn tərtib edir. Şifahi şəkildə təqdim olunmuş informasiyanı başa düşür. Xarici dildə ünsiyyət qura bilir. Bu, çox dil bilmək xarici dildə ünsiyyət kompetensiyasına aiddir. Riyazi savadlılıq. Məsələn, diaqram varsa, model varsa və yaxud da qrafik varsa, bunlara aiddir. Hesablama varsa, riyazi terminlərdən istifadə olunubsa, bu nədir? Riyazi savadlılığa aiddir. Rəqəmsal savadlılığa nələr daxil oldu? Telefondan, kompüterdən və yaxud da digər sosial şəbəkələrdən, proqramlardan düzgün istifadə edirsə, səmərəli şəkildə istifadə edirsə, riyazi deməli İKT-dən düzgün istifadə edirsə, rəqəmsal savadlılıq inkişaf etmişdir. Fəal vətəndaş mövqeyi seçkilərdə iştirak edir. Digər və yaxud da iclaslarda iştirak edir. Maraqlanır, fəal vətəndaş kimi davranır. Aiddir fəal vətəndaş mövqeyinə. Sahibkarlıq və təşəbbüskarlıq neynir? Can atır, risk götürür və yaxud da liderlik var və yaxud da yaradıcılığa, problem həll etməyə, israrlılığa bu kimi müsbət xarakterlər varsa, sahibkarlıq və təşəbbüskarlığa aiddir. Daha sonra mədəni məlumatlılıq və özünü ifadə etmə kompetensiyası. Dedik ki, bu da aiddir tolerantlığa. Yəni başqa dillərdə fərqli deməli ölkələrin dilinə, irqinə hörmətlə yanaşmaqdır. Dərsimiz bu qədər. Bura qədər gəlmisinizsə, dinlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənib rəy yazmağı unutmayın. Ödənişli dərslərimizə qoşulmaq üçün 050 609 48 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Aktiv qruplarımızdan deməli mən sizə məlumat verim. Müzakirə qrupu ayrıdır. Həftədə 3 dəfə dərsimiz təşkil olunacaq. Materiallar atılacaq, video izah, daha sonra canlı izah
səsli şəkildə izah, PDF-lər və digər material qrupuna atılır. Həftədə 2 dəfə sınaq işləniləcək. Canlı şəkildə sınaqlar işləniləcək. Dərsi tam mənimsəməniz üçün onlayn sınaqlar da atılacaq. Dəstəyinizə görə təşəkkür edirəm.